Salam uşaqlar. Bu günləri riyaziyyatdan 4-cü sinif 2-ci hissədən 26-cı səhifədə olan ümumiləşdirici tapşırıqları izah edəcəm. Başlayaq. 1-ci. Təsvirlərə uyğun onluq kəsrlər yazın. Baxırıq. Deməli 2 tam onda 5. 2 tam B variantı 2 tam %4. C variantı 3 tam onda 4. Keçdik ikinci tapşırığa. Onluq kəsr şəklində yazın və ədəd oxunda göstərin. Baxırıq. A variantı 0,9. B variantı 0,5. C variantı 2,12. D variantı 5,10. 5,4. E variantı 15,3. F variantı 10,7. Üçüncü, hər kəsrə uyğun nöqtəni müəyyən edin. Hansı kəsr ədəd oxunda təsvir olunmayıb? Birinci baxırıq, %13. %13 təsvir olunub. Baxın bura, %13 D nöqtəsində təsvir olunub. 0,13 D nöqtəsində. 3,12. 3,12 C nöqtəsində qeyd olunub. Kəsrin üstü şəklə baxın. C nöqtəsində. 2,81. 2,81 E nöqtəsində qeyd olunub. 3,4. 3,4 A nöqtəsində qeyd olunub. %3. %3 C nöqtəsində qeyd olunub. 3,9. 3,9 qeyd olunmayıb. 3,9 qeyd olunmayıb. 2,98. 2,98 F nöqtəsində qeyd olunub. 3,80. 3,80 də B nöqtəsində qeyd olunub. Keçirik növbəti 4-cü tapşırığa. Qanuna uyğunluğu müəyyən edib növbəti 2 ədədi yazın. 0,1, 0,3, 0,5, 0,7, 0,9. Hər elə bil tək rəqəm olaraq artıb. 2 artıb. Sonra keçdik B variantı. 5,8, 5,6, 5,4. Sonra olacaq 5,2, 5. Sonra C variantı 0,12, 0,22, 0,32, deməli 0,42, 0,52. D variantına baxırıq. 4,42, 4,39, 4,36, deməli 3 azalıb. 4,33, 4,30 da yaza bilərik, 4,3 də yaza bilərik. E variantı 0,8, 0,9, 1, 1,1, 1,2. F variantı 2,2, 2, 1,8, 1,6, 1,4. 5-ci tapşırığa baxırıq. Verilən ədədlər arasında şərtə uyğun olanını seçin. Deməli, şərtə uyğun olan A variantına baxırıq. Onda birlər mərtəbəsindəki rəqəm 3-ə bərabərdir. Onda bir mərtəbəsindəki rəqəm 3-ə bərabər olan 4,36, 5,35, 32,34. B variantına baxırıq. Yüzdə birlər onda birlərdən 2 dəfə böyük olan. 2,24, 4,36, 25,48 yaza bilərik. C variantına baxırıq. Kəsr hissəsi 0,4-ə bərabər. Deməli, 40,4, 5,40. Bu ikisini göstərə bilərik. D variantı 2,3 və 4,2 arasında yerləşir. Deməli, 2,3 ilə 4,2 arasında yerləşən 3,4, 3,15. Keçirik 6-cı tapşırığa. Hesablayın və müqayisə edin. Onda 2 üstə gələk, onda 2, eləyədə onda 4, 0,4. 0,4, 0,4-ə bərabərdir. 1 çıxaq onda 3, 1 çıxaq onda 3, biri onda 10 yazaram. Birdən onda 3'ü çıxanda onda 7, yəni 0,7. 0,7 böyükdür 0,6-dan. 0,2 üstünə gələk 1,3. Deməli,
Bu elədir 1,5 və digəri 1,5 də digəri də 1,5-ə bərabərdir. Bunlar bərabərdir. %33 üstə %17 elədir %50, yəni %50 0,5. 0,5 və 0,7. 0,5 ilə 0,7-yi müqayisə eləsək 0,7 böyükdür 0,5-dən. Onda 4 üstünə gələk onda 1 elədi onda 5 0,5. 2,5-dən 2,2 çıxaq 0,3. 0,5 böyükdür 0,3-dən. 7-ci. Sıranı pozan ədədi müəyyən edin. Həmin ədədin yerini dəyişməklə sıranı düzəldin. A variantı. Ədədlər artan sıra ilə düzülüb. İndi əvvəlcə bunu düzəldək. Artan sıra ilə düzülüb. Deməli, kiçikdən böyüyə gedəcək. Birinci olacaq 2,25. Bu 2,25 birinci olacaq. Sonra 2,3, 2,35, sonra 3,25, 3,26, sonra 4. Deməli, sıranı pozan ədəd 2,25 imiş. Qabağa gəlməlidir. B variantı ədədlər azalan sıra ilə düzülüb. Azalan sıra ilə çoxdan aza. Ən birinci gəlir 5,45, bəli, 41, bəli. Sonra 5,4, sonra gəlməlidir 5,18, bu sıranı pozub. Sonra 5, sonra 4,5, sonra 4,5. Deməli, 5,18 qabağa gəlməlidir. İndi 27-ci səhifədə olan tapşırıqlarla davam edirik. 8-ci. Adi və kəsirləri onluq kəsir şəklində yazın və fərqi tapın. %45 çıxaq 0,3. Deməli, 0,45-dən 0,3-ü çıxanda 0,15. 0,5 çıxaq 15. 0,5-dən 0,15-i çıxanda 0. 3,7 çıxaq 1. 3,7-dən çıxıram 0,1-i, o da bərabərdir 3,6. 5,37 çıxaq %25. Onu da yazaram 5,37 çıxaq 0,25, o da eləyir 5,12. 3,77 çıxaq 1,5. Yazaram 3,77-dən 1,50-ni elə bil çıxaram 2,27. 7,50 çıxaq 2,3, o da 7,5 çıxaq 2,3 sadə formada yazaram 5,2. 9-cu tapşırıq. Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid bir neçə nümunə göstərin. Boş xananın yerinə 4,6-dan kiçik, 4,5, 4,4, 4,3 və s. 2,3-dən kiçik, 2,2, 2,1, 2 və s. 5,2-dən böyük, 5,3, 5,4, 5,5, 3,1-dən böyük, 3,2, 3,3, 3,4, 0,51-dən kiçik, 0,50, 0,49, 0,40 və yaxud da 0,4 də yaza bilərəm. 1 ilə 0,3 arası, 0,9, 0,8, 0,7. 2,8 ilə 2,9 arası, 2,81, 2,83, 2,89 yaza bilərik. 10-cu tapşırıq. Hesablayın. 1,35 üstünə gələk 2,13 çıxaq 1,4. Deməli, 1,35-in üstə 2,13 gələndə 3,48 çıxıram 1,40-ı, o da elədi 2,8. 12,9 çıxıram, mötərizədə 2,5 üstünə gələk 5,3 bərabərdir. Birinci bilirik ki, mötərizənin içərisi hesablanır. 12,9 çıxaq 7,8, o da bərabərdir 5,1. 8,2 çıxaq 4, üstünə gələk 3,45, o da 8,2-dən 4-ü çıxan 4,20, 4,2 də yaza bilərəm, 4,20 də. 4,20 çıxaq 3,45, o da elədir 0,75. 3,2 üstünə gələk 3,5 mötərizəni bağlayıram. Çıxaq 4,3 çıxaq 2,1. Yenə bunlar da mötərizənin içində. Deməli, bərabərdir.
3,2 ilə 3,5 toplananda 6,7 çıxaq 2,2. O da bərabərdir 4,5. 11-ci tapşırığa baxırıq. Boş xanadakı rəqəmləri müəyyən edin. Aha. Birinci baxırıq toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Yəni deməli 4,7-dən çıxıram 1,5. Sütun şəklində çıxaq. O da elədi 3,2. İkinci azalan çıxılan fərq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 4,4-dən 4,1-i çıxıram 0,3. Sonra indi baxırıq bunlarda üçündə də məchul var. Ona görə ən sona birinci baxırıq. 1-in üstə 6 gəlib neçə eləməlidir? 7. Deməli ən sonuncu rəqəm 1,37. Ona görə toplanan cəm kimi bax. 1,37-dən çıxıram. Deməli 0,36 olacaq. Çünki 1-in üstə neçə tam gəlsən 1 tam eləyər 0 tam. 1,37-dən 0,36 çıxıram 1,1. Sonra 1 tam deməli 5-dən neçə çıxsam 3 qalar. Deməli 2. Son rəqəm 1,22-dir. İndi baxıram. Bir də neçədən 2 çıxsam 2 qalar 4-dən. Onda 1,45 çıxaq 1,22. O da alındı 0,23. 0,70 neçə bilmirik. 5 tam üstünə gəlirik. Toplanan cəm. İndi gəlin cəmi tapmaq asandır. Çünki 0 tamın üstə 5 tam gələn neçə eləyir? 6 tam. 6 tam yüzdə 5 tam. 5 tam yüzdə 96 çıxaq 0 tam yüzdə 72 yazaram. Çünki 2-nin üstə 4 gələndə 6 eləyir. 5 tam yüzdə 96 çıxaq 0 tam yüzdə 72 o da elədi. 5 tam yüzdə 24. Sonra 4 tam yüzdə 50 yazaram bunu. Deməli 50. 0-ın üstə 2 gəlsəm 2 eləyər. Ona görə sonu 82-dir. 4-ün üstə də 1 gəlsəm 5. 5 tam yüzdə 82 çıxıram 4 tam yüzdə 50. O da eləyir 1 tam yüzdə 32. Sonra bu da baxıram. Sonu 1-dən 0 çıxanda 1 tam yüzdə 40 yazıram onu. 1-dən 0 çıxanda 1 qalır. Deməli 1-dən 0 çıxanda 40. 1-dən neçədən 4 çıxsam 0 qalar. Deməli 4-dən 5 tam yüzdə 41 azalanı tapdım. 5 tam yüzdə 41 çıxaq 1 tam yüzdə 40. O da bərabərdir 4 tam yüzdə 1. Sonra 1 tam yüzdə 65. Toplanan cəmdən istifadə edərək cəmdən məlum toplananı çıxıram. 1 tam yüzdə 65-dən çıxıram 0 tam yüzdə 53. O da elədi 1 tam yüzdə 12. 12-ci tapşırığa baxırıq. Birinci arı pətəyindən 2,2 kiloqram, ikincidən isə bundan 0,3 kiloqram çox bal toplandı. Üçüncü arı, deməli ikincidən 2,5 toplanıb, 2,2-nin üstünə gəlirəm, 0,3, 2,5. Üçüncü arı pətəyindən toplanan bal birinci və ikincidən birgə toplanan baldan, deməli cəmindən 1,7 kiloqram az oldu. 2,2-nin üstə 2,5 gəlirəm, 4,7. 4,7-dən də 1,7 çıxanda 3 kiloqram qalır. Deməli, üçüncüdən də 3 kiloqram toplanıb. Hansı arı pətəyindən daha çox bal toplandı? Üçüncü arı pətəyindən 3 kiloqram. 3 pətəkdən cəmi neçə kiloqram bal toplandı? Toplayıram. 2,2-nin üstünə gəlirəm 2,5, üstünə gəlirəm 3. O da 7, onda 7 kiloqram. 13-cü tapşırığa baxırıq. Fermer xiyar, pomidor və badımcan sahələrindən ümumilikdə 28,8 kisə gübrə verdi. O xiyar sahəsinə 9,2 kisə, pomidor sahəsinə isə bundan 10,3 kisə çox gübrə istifadə elədi. Deməli, pomidora 9,2-nin üstünə 0,3 gələndə 9,5 kisə gübrə istifadə edib və fermer badımcan sahəsinə nə qədər gübrə verdi? Ümumi, deməli, hərəsinin öz baş hərflərinə işarə ilə xiyarı x ilə, pomidoru p ilə, badımcanı b ilə. Üçünün cəmi 28,8,
Yerinə yazırıq 9.2 xiyar, üstünə gələk 9.5, üstünə gələk B bərabər 28.8. Bu da cəmi elədir 18.7, üstünə gələk B bərabərdir 28.8. B də bərabərdir 28.8-dən 18.7-ni çıxıram. B qaldı 10,1. 14-cü tapşırıq. Cədvəldə Lalə, Samir və Səbinənin bilik yarışından 3 fən üzrə topladıkları ballar qeyd edilmişdir. Baxırıq. Kim riyaziyyatdan daha çox bal topladı? Riyaziyyatda ən çox bal toplayan 9,2 Səbinədir. Sonra kimin ümumi balı daha çox oldu? Kimin ümumi balı daha çox oldu deyəndə toplamalıyıq. Lalə məsələn 8%20, çünki %1'lər var deyə %1'lər 0 hansında yoxdur, 0 qəbul edib asan toplayaq sütun şəklində. 8%20, üstünə gələk 9%12, üstünə gələk 7%30. Bu elədir 24%62. Samir 9%20, üstünə gələk 8%40, üstünə gələk 8%35, o da elədi 25%95. Sonra Səbinə. Səbinə 7%33, üstünə gələk 9%20, üstünə gələk 6%40, o da elədi 22%93. Deməli, ən çox toplayanı kimin daha çox balı olub? 25 Samirin daha çox balı olub. Deyir, daha cədvələ əsasən əlavə bir neçə sual tərtib edin. Deməli, biri verilə bilər. İngilis dilindən ən yüksək kim topladı? Samir. Sonra birini də qura bilərik. Ən az balı kim toplamışdı? Ümumi Səbinə. 22%93. 2 dənə də sual qurduq. 15-ci tapşırığa baxırıq. Dəfnəyə çatmaq üçün ən qısa yolla getmək lazımdır. Bu yolu tapın və uzunluğu müəyyən edin. Burada baxsaq görərik ki, ən qısa yol 8/1, üstünə gələk 1/1, üstünə gələk 3/5. Bunların cəmi ən qısa yol eləyər. O da eləyər 8%10 üstə 1%10 üstünə gələk 3/5, 12%25. Digərləri toplasaq daha çox eləyər. Deməli, ən qısa yol bu birinci 8/1, üstünə 1/1 yuxarı qalxıb, yuxarı ilə gedib, sonra o birisi ağacdan da dəfə 3/5. Cəmi 12%25 eləyər. Ən qısa yol budur. Oldu uşaqlar, sağ olun. Abunə olmağı unutmayın.